Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib. İfaçının qızı Samirə Axşamaza açıqlama verib. O bildirib ki, atası reanimasiyadan çıxarılıb, palatada həkim nəzarətindədir. 10 gün xəstəxanada qalacaq, vəziyyəti stabildir. Həkimlər təzyiqi və şəkərini qaydasında saxlamağa çalışırlar. Ayağında protez var, bud çanaq nahiyəsindən əməliyyat olunub. Gündə 5 dəqiqə güclə köməklik göstərərək yeridə bilirik. İndi yeriyə bilmir, tam sağalması üçün 2 ay reabilitasiya keçməlidir. Qeyd edək ki, qızı Əli Mirəliyevin ayağının itin zəncirinə dolaşaraq yıxıldığını, bud sümüyünün sındığını bildirib. Однажды я ехал в аэропорт, а я часто езжу за рулем. Большую часть времени я люблю сам водить машину. Еду опасно. Xalq artisti Emin Ağalarov keçirdiyi avtomobil qəzasının görüntülərini yayımlayıb. Müğənni yağışlı havada sürətlə maşın sürdüyü üçün qəzaya düşdüyünü bildirib. Bu hekayə ürəyi zəif olanlar üçün deyil. Maşın sürərkən ehtiyatlı olun. Hava limanına çox vaxt özüm avtomobillə getməyi sevirəm. Bir dəfə də gedirdim. Yağışdı, yol boşdu. Qulağımda qulaqçıq və telefonla danışıram. Sürətlə sürürdüm. Birdən maşın çökəyə düşdü və yolun ortasında fırlanmağa başladı. Nəzakət xatirinə telefonu söndürmədim. Danışmağa davam etdim. Maşın fırlanıb əks yolda döndü, amma sonra maşını düzəldib yoluma davam edə bildim deyə Emin bildirib.